Araşdıra-araşdıra bəzən tarixdə elə faktlar qabağıma çıxır ki, sanki gözümün önündə bir film səhnəsi canlanır. Məsələn, 1930-cu il Gəncədə bir depolardan birində qızıl yoxa çıxır. Hətta belə deyim, 12 kilo qızıl, tam olaraq 12 kilo qızıl. 12 kilo qızıl təxmini belə sizə başa salım, 2 milyon yarım manata yaxın bir puldur. Və onu gecə-gündüz araşdırırlar. Rus müfəttişləri gecə-gündüz yatmır, işçilər dindirilir, nə bilim, başqa o vaxtın orqanları belə sırf bu işlərlə məşğul olan cəlb edilir, axtarırlar, amma qızılı tapamırlar. Təsəvvür edin, möhürlərin hamısı yerində, tərpənməyibdir. Heç bir yerdə bir ipucu yoxdur. Nəysə, üstündən illər keçir, qovluq bağlanır, amma qızıl hələ də ortada yoxdur. Maraqlıdır. Və üstündən nə qədər vaxt keçsə də, hakimiyyətlər dəyişsə də, hələ də o qovluq bağlı qalıb və heç bir açıqlaması yoxdur. Bir mistik rəvayətə bənzəyir. Elə deyilmi? Sağ olun.